Ata fiquru nüfuzla bağlı bir modeldir. Deməli, 0-2 yaş dönəmində ananın rolu daha əhəmiyyətlidir. Çünki bu dövrdə ilk əvvəl övlad anadan emosional doyumluluq alırsa, fiziki doyumluluğu alırsa, övlad anasına güvənli bağlanmalıdır. Müəyyən bir vaxtdan sonra, 2 yaşdan sonra, yaş yarımdan sonra artıq ata dövrəyə girir. Ata baxışları ilə, üz hərəkətləri ilə, təbəssümü ilə, əl hərəkətləri ilə, oturuşu ilə, duruşu ilə övladında özünə qarşı güvən hissi oyatmalıdır. Anadan sonra ikinci şəxs, güvənli bağlanan şəxs ata olmalıdır. 2 yaşdan sonra, yəni bu iki proses, yəni anaya, sonra ataya güvənli bağlanma gerçəkləşərsə, 2 yaşdan sonra təbii olaraq güvənli ayrılma da başlayacaq. Atadan da güvənli, anadan da güvənli ayrılma. Yəni bu müstəqilləşmə deməkdir, sərbəstləşmə deməkdir, öz başına oyunu oynaya bilmək deməkdir. Bu dövrdə ata xüsusi olaraq oyunun içərisinə girməlidir. Övladı ilə üz-üzə, göz-gözə münasibətdə atanın rolu bu dövrdən daha çox aktivləşməlidir. Ata övladının oynamasına, kəşf etməsinə, öyrənməsində aktiv olmalıdır. Ata çalışmalıdır evdə, ev içərisində hansısa bir bərpa işinə, bir təmir işinə, bir şey düzəldəndə övladının yanına çağırma, övladlarının yanına çağırma, bərabər iş görsünlər. Yəni bu övladda mən dəyərliyəm, mənə güvənirlər, mənə inanırlar, düşüncəsi inkişaf etdirər. İrəliyə doğru bu işlər biraz da çətinləşə bilər, daha başqa işlərə cəlb oluna bilər. Çalışmaq lazım, evdə bir ev bağçası düzəldirsin, bərabər o ev bağçasında nəsə əkilsin, becərilsin. Yəni bu, mən dəyərliyəm, mənə güvənirlər düşüncəsi inkişaf etdirər. Ata, yəni övladla üz-üzə, göz-gözə söhbətdə çox mühüm rol oynamalıdır. Ata, həmən söhbətlərlə, davranışı ilə, oturuşu ilə, duruşu ilə, üz təbəssümü ilə övlada nə ötürməlidir? Sən bir şəxsiyyətsən. Eyni zamanda sən bizim ailəmizin bir parçasısan. Sən bizim üçün çox önəmlisən, çox vacibsən, çox əhəmiyyətlisən. Səni sevirik. Təmənnasız, qarşılıqsız, şərtsiz sevirik. Sənə güvənirik. Sən uğurlu olacağına güvənirik. Sən də özünə güvən. Sənin potensialın sonsuzdur. Sənin həmişə arxandayır. Yəni bu mesajları ata oturuşu ilə, duruşu ilə, üz təbəssümü ilə, davranışı ilə, hərəkətləri ilə, üz-üzə söhbətlərlə övladını ötürməyə bacarmalıdır. Yəni atanın gərəksiz yerə tənqidi, mühakiməsi, təhqiri, istehzalı yanaşması nə edər? Övladda elə bir ki, boynu büküklük yaradar. Övladda elə bir ki, onun ataya qarşı yaranmağa çalışar. Yəni, bütün davranışlarını ona yönəldər ki, atam məni bəyənsin, məni tərifləsin, məni təqdirləsin. Nəticədə nə baş verər? Övlad özü ola bilməz, şəxsiyyət kimi formalaşa bilməz. Övlada buyurucu tonda, əmirici tonda danışmaq onu itaətə alışdırar. O inkişaf edə bilməz. Atanın rolu ilə bağlı. Ata əzm deməkdir, ata iradə deməkdir, ata öz həddini bilmək deməkdir, ata özgüvən deməkdir, ata özünü idarə edə bilmək deməkdir, ata zəhmətkeşlik deməkdir. Sözsüz ki, ananın öz yeri var, atanın da öz yeri var. Yəni, atanın rolu ilə bağlı, bu söylədiklərimlə bağlı daha geniş məlumatı Valideynlərin ən sevimli dostu kitabından əldə edə bilərsiniz.